Salam hörmətli müəllimlərimiz və əziz izləyicilər. Xoş gördük sizlərin hər birini. Mən Yazgül Hacıyeva hal-hazırda sizlərə MİQ və sertifikasiya uyğun olaraq imtahan tipli test tapşırıqlarını təhlil edəcəm. Deməli müəllimlər, nəzərinizə çatdırmış olum ki, izahların hər biri 2025-26 çərçivə sənədinə əsaslanaraq verilir. Test nümunələrinin hər biri eyni zamanda YouTube kanalımızda artıq dərsləri yerləşdiririk. Yəni, yeni çərçivə sənədi Təhsil Nazirliyi tərəfindən bizlərə təqdim edilmişdir. Həmin çərçivə sənədinə əsaslanaraq testlərimiz və mövzu izahlarımız kanalımızda yer alır. Siz də kanala abunə ola bilərsiniz, paylaşa bilərsiniz ki, həmkarlarınız yararlanmış olsun. Gəlin, qəbul tipli test tapşırığının izahına mənim təqdimatımda nəzər salağım. Tapşırıqda deyilir ki, situasiyada dərs zamanı müəllim qrup işi təşkil edib. Deməli, müəllim şagirdə qrup işi verir. Qruplar arasında paylanma aparılarkən sinifdə utancaq və danışmağa çəkinən. Yəni, bir növ introvert şagirddir. Hər bir şagirdin, çəkinən bir şagirdin heç bir qrup onu öz sırasında qəbul etmir. Yəni, sinifdə utancaq, danışmağa çəkinən şagirdimiz var. Qrup üzvləri onları öz sıralarına qəbul etmir. Müəllim vəziyyəti görsə də, böyüyəndə hər kəs öz yerini tapacaq deyərək müdaxilə etməyibdir prosesə və dərsinə davam edir müəllim. Nəticədə həmin şagird qrupdan kənarda qalır. Özünə inamı daha da azalmış olub. Artıq şagirdə özgüvənsizlik var. Artıq çünki orada rahat bir mühit yoxdur. Birinci növbədə mühitin olması biz bilirik ki, önəmlidir. Gəlin variantlara baxalım. Deyir, situasiyada müəllimin davranışının ən düzgün xarakterize edən fikir hansıdır? Deməli, burada bir çox fikirlər var. Və bunların içərisində ən düzgün fikir istənilir. Həmişə çalışın ki, tapşırığın şərtlərinə müəllimlər diqqət edəsiniz. Görün, tapşırıq bizdən nə istəyir? İstənilən məzmun nədir? Ən doğru fikir hansı olması istənilir? Müəllim qrup dinamikasına müdaxilə etməyərək şagirdlərə sərbəst qərar vermə imkanı yaradıb. Burada məsələ şagirdlərə qərar vermə imkanının yaradılmamasından deyilmir. Müəllim paylanma vərəqi verir, qrup işi veribdir. Sinifdə utancaq, yəni pasiv şagird olub, introvert şagird olub və şagirdlər də onları öz sıralarına qəbul etməyiblər. Müəllim vəziyyəti görür, amma deyir ki, böyüyəndə öz yerini tapmış olacaq deyərək müdaxilə etməyib. Nəticədə şagird qrupdan kənarda qalıb və həmin şagirdin özünə inamı azalmış olur. Şagirddə özünə inam azalır. Ən düzgün cavab. Deməli, A variantı ola bilməz, çünki burada qərar qəbul etmə imkanının verilməməsi ilə bağlı heç nə yoxdur. Müəllim şagirdlərin sosial fərqlərini nəzərə almayaraq inklüziv mühitin formalaşmasına mane olub. Bu ola bilər. Niyə? Çünki sosial fərqlərini nəzərə almayıbsa, onların intellektlərini nəzərə almayıb. Və bununla da ayrı seçkiliyə məruz qalmış olublar. Hər bir şagirdin tədris prosesi üçün bir tədrisin əlçatanlığını nəzərə almalıydıq. Hamısına fərdi yanaşmalıydıq, yanaşılmayıb. Deyir, hər kəs öz yerini tapmış olacaq deyib müəllim. Deməli, burada B hələ ki doğrudur, A doğru deyil. Digərlərinə baxaq. Müəllim sosial təcridi sinifdə təbii hal kimi qəbul edərək şagirdə öyrənmə müstəqilliyi verib. Öyrənmə müstəqilliyin verilməsindən gedirmir. Ümumiyyətlə, şagirdlər arasında əməkdaşlığı biz bilirik ki, qrup işidirsə, burada məqsəd əməkdaşlıq ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir. Yumuşaq bacarıqların inkişafına dayanmalıdır. D-də deyir ki, müəllim sosial vəziyyəti müşahidə edib, lakin müdaxilə etməməklə refleksiya aparmaq fürsəti yaradıb. Burada refleksiya ilə bağlı heç nə yoxdur ümumiyyətlə. Müəllim qrup işini nəticə yönümlüyü qorumaq üçün fərdi münasibətlərlə qarışmamaq deyir. Bir saniyə. Qarışmamaq qərarına gəlir. Ümumiyyətlə, nəzərinizə çatdırmış olum ki, qeyd edim ki, müəllim qrup işinin nəticə yönümlüyünü qorumaq üçün fərdi münasibətlərə qarışmamaq qərarına gəlir. Ümumiyyətlə, müəllim burada fərdi münasibətlərə qarışmama tərəfindən söhbət getmir da. Burada bizim situasiyada müəllim bir böyüyəndə öz yerlərini alacaq, müdaxilə etməyib. Ümumiyyətlə, müəllim
sözsüz ki, birinci növbədə burada sinifdə bir öyrənmə mühiti formalaşdırmalı idi. Şagirdlərin intellektini nəzərə almalı idi. Qrup daxilində işləmə fəaliyyətinə hər birini cəlb etməli idi. Halbuki bunlar cəlb edilməmişdir. Bunu nəzərə almaq lazım idi və müəllim ümumiyyətlə qrup işinin işlənilməsi zamanı şagirdlər arasında fərdi yanaşma və diferensial yanaşmanı təmin etməmişdir. Deməli, nəzərinizə çatdırmış olum ki, qeyd edim ki, müəllimlər, hal-hazırda siz qəbul tipli situasiya test tapşırığı ilə tanış oldunuz. Kanalımıza abunə olun və bu tip test tapşırıqlarından yararlanmış olun. Hələlik növbəti test izahımızda görüşənə qədər.